Verilən şərtlər daxilində deməli A + B + C ifadəsinin qiymətini tapmalıyıq. Burada A-nın C-yə nisbəti bərabərdir 3-ün 5-ə nisbəti, B-nin 4-ə nisbəti bərabərdir C-nin 3-ə nisbəti. Burada 4 ilə C-ni yerini dəyişsək, B-nin C-yə nisbəti 4-ün 3-ə nisbətidir. Deməli, C bir dəfə 5-ə, bir dəfə də 3-ə mütənasibdir. Bunları bərabərləşdirək. Hər tərəfi burada 5-ə, burada isə 3-ə vuraq. Deməli, buradan alarıq ki, A bərabərdir 9K, B bərabərdir 4 vur 5, 20K və C də bərabərdir 3 vurulsun 5, yəni 15K. Və ifadə verilib burada. Deməli, A + B, yəni 9K + 20K çıxılsın 15K bərabərdir 42. 20-dən 15 çıxsa 5, 5-in üstünə 9, 14. 14K bərabərdir 42, K da bərabərdir 3 alarıq. Deməli, buradan alıram ki, A bərabərdir 9 vurulsun 3, 27, B bərabərdir 20 vur 3, 60, C də bərabərdir 15 vur 3, 45. Və bizdən bu 3 ədədin cəmi tələb olunur. Bu da eləyər deməli 105, 105-in də üstünə gəlsək 27-ni 132.